3000 manata mənim ehtiyacım var idi. Və bank adından o pulun dalına keçdilər. Mən indi o pulu necə qaytaracağam? Paytaxt sakini Elvin Məmmədov redaksiyamıza müraciət edərək kiberdələduzların qurbanı olduğunu bildirib. Hadisənin təfərrüatına görə 18 mart 2026-cı il tarixində naməlum şəxs özünü Kredit Avro Kredit Təşkilatının əməkdaşı kimi təqdim edərək zərər çəkmişlə əlaqə saxlayıb. Peşəkar ünsiyyət quraraq Elvin Məmmədovu sərfəli şərtlərlə kredit ayrılacağını inandıran şəxs qısa müddət ərzində onun bank kartındakı vəsaitləri ələ keçirib. Maddi və mənəvi ziyana uğrayan Elvin Məmmədov artıq rəsmi qaydada hüquq mühafizə orqanlarına müraciət ünvanlayıb. O kiber cinayətkarlıqla məşğul olan şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını və dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb edir. Daha ətraflı vətəndaşın öz dilindən dinləyək. Mən Məmmədov Elvin Ələddinoğlu, Nizami Abdullayev, 25 Bək ünvanında yaşayıram. 18.03.26-cı tarixdə mənə WhatsApp vasitəsilə zəng gəldi. Kredit Agro bank əməkdaşı olduğunu bildirdi və mənə pul kredit təklif elədi. Mən də razılaşdım. Mənə ünvanladı ki, telefon üzərindən tətbiq yükləyirsən, qeydiyyatdan keçirsən, şəxsiyyət vəsiqəsinin PIN kodu falan filan belə bir danışmalar oldu. Mən bundan razılaşdım və bunun dediklərini etdim. Tətbiqi telefona yükləyəndən sonra və mənə ünvanladı ki, tətbiq üzərindən onlayn kart hesabı açılır və o pul o karta köçürülür. Və o pulu da banka karta köçəndən sonra gedib onlayn şəkildə QR kod vasitəsilə aparatlardan çıxardırsan. Hər hansı bir aparatdan çıxartmaq olur. Və mən də buna aldandım və onun dediyi kartı yüklədim. Və təsdiqləyəndən sonra həmin bank tərəfindən pul həmin kart hesabına köçürüldü. Ondan sonra dərk elədim ki, bu dələduzluq əməli ilə üzləşmişəm. Bu barədə də hüquq mühafizə orqanlarına müraciət etdim. Sizə yazılan WhatsApp-da, yəni o bank, Kredo Bank adı ilə yazılan WhatsApp nömrəsində həmin bankin loqosu var. Var, təbii ki var. O yazışmalar durur. Durur, əlbəttə durur. Həmin yazışmalar hüquq mühafizə orqanlarına təqdim etmişsiniz. Təqdim etməmişəm ərizəmdə, amma çıxarış etmişəm, aparıb təqdim edəcəm. Xahiş edirəm ki, ətraflı şəkildə araşdırılsın və o dələduz kimdirsə tapılsın. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə adiyyəti qurumlara və Allaha qalır.